Keyf sizi Allah'ın olsun. Bəziləriniz izləyirsiniz, amma elə belə də, yəni söz atmaq üçün izləyirsiniz. Ciddi bir izləyin, baxım nə deyir, burada əslən nədən söhbət gedir? Yox. Gedir aradan. Xanım kübarca yazıb. Biri bayaq yazıb ki, bax gör kim kimə nə öyrədir, dağıl ey dünya. Sabah motivation'ımı düşürmek istemiyorum. Ama bu videoda zarafat bir yana. Mənim trenerimdir. Bunu işlədində mənim trenerimdir. Mən niyə trenerimə hərəkətin doğru edirsən, səhv edirsən deyə öyrədim. Orada mən çəkilişdə hansı hərəkət edəcək? Mən o anda gələcəm. Mən ona məsələn işarət verdiyimdə o mənə hansı hərəkət edərkən baxacaq. Bunu anlatıram. Yani rejissorluk yapıyorum orada. Evet, rejissor nəvəsi olduğum için fitri istedat da var bizden, biliyorsunuz, kanımızda. Orada o hərəkətləri göstərirəm. Yoxsa mən Ramil bəy mənim trenerimdir. Mən onun yanına gedirəm. Mən onun yanında onun şagirdiyəm. Belə deyim də. Çöldə mən müəllimə olsam da onun yanında onun tələbəsiyəm. Mən ona niyə öz trenerimə niyə dedim sən bu hərəkəti düzgün elə? Hörmətsizlik olar. Ki o maşallah işində çox profesyonel, çox uğurlu bir insandır. Maşallah. Gözələməsin. Biraz bu keyf size Allah'ın dostu. İkinci de o videonu bir yumor məqsədilə paylaşdıq. Ramil bəy orada məndən bezdiyi üçün belə eləmir. Onu mən paylaşmışam da. Bunu belə eləyəcəm. Yəni o qədər diqqətlicə izləyir ki, məni diqqətlicə dinləyir ki, o belə eləyir. Yəni ki, mən bunu eləyəcəm. Ona deyirəm ki, baxanda belə eləməlisiniz. O onu elədi. Neysə, boş verin, uzatma. Vitamin içirəm. Trenerimin mənə məsləhət gördü. Vitamini içirəm. Suyun içinə bir dənə cıqqılı şey var. Onu atıram. Belə olur. Səhər içəm. Belə. Öpdüm sizi.